Teşekkürler. Buradan baxanda biraz daha heyecanlı olur. Adım Vasif Əliyev. Azərbaycan İqtisad Universiteti baş müəllim olaraq çalışıram. Azərbaycan Universitetinin gəlib burada xaricdə təhsildən danışmağı da bir trajikomikdir. Nə deyim? Ümumiyyətlə, mən təhsilimi Türkiyədə almışam, Hacettepe Universitetində, Ankara'da. Çətin oldu mu? Çətin oldu. Amma bunun başqa tərəflərindən danışım sizə. Azərbaycanda bir söz var. Universitetə gir, yaxşı olacaq. Amma universiteti bitir, yaxşı olacaq deyilsəydi daha yaxşı olardı. Çünki mən 3 universitet, bakalavr, doktorantur Azərbaycandadır. Magistrım Hacettepe Universitetindədir. Və ona görə də bir ayrıca çətinlik oldu. İndi buradan sizə durum deyim ki, sizə deyir, git deyəməm, amma kal demək də gəlmiyor içimdən. Ona görə buradasınızsa artıq deməli qərar vermişsiniz. Mənim nəysə deməyim çox şey də dəyişməyəcək. Əgər mənə bürcünüzü desəniz, hansı universitetə qəbul olacağınızı deyə bilərəm. Çünki bu illəri Mars, səsim gəldi yoxsa? Mars və Jupiter, yəqin özünü düzəldənlər var, indi deyəcəm. Yox, elə bir şey yoxdur. Heç vaxt o bürclə bu olacaq bir şey deyil. Həyat keyfiyyəti deyən bir şey var. Komfort zona deyən bir şey var. Məsuliyyət deyən bir şey var. Onlara diqqət eləməlisiniz. Çox təəssüf ki, bəzən bürclər daha önəmli rol oynayır. Motivasiya, həyat keyfiyyəti. Biz motivasiya sözündən bir baxmada acığım gəlir. Çünki əgər Google-a search edəsəniz, 180 mindən çox kitab çıxır. 180 min. Orada da hamı qanatlarınızı aç, sən neçə uçacaqsan falan və yaxud da ən yaxşısını elə. Bu ən yaxşısını eləmək, qanatlarımızı açmaq sizə həddindən artıq bir yük verəcək və o yükün altında da əzilib qalacaqsınız. Bilmirəm, bəlkə də mənim doktoranturam mədəniyyətin menecmentə, idarə etməyə olan təsiridir. Elə o vaxtdan bir uşaqlıqdan bir travmam almışam, yoxsa psixolojik mühit onun həmişə mənə çəkib və çalışırdım ki, öz mədəniyyətimizə uyğun olan kitablar oxuyum və bu da John'un, Maxwell'in yazdığı kitablar mənə uyğun gəlmir. Çünki hər hansı bir protestant əxlaqı bizə zid gəlir, nəinki İslam əxlaqı və ya çox dindar biri deyiləm, amma ən azından o dinin insan üzərində olan təsirini indi daha yaxşı başa düşürəm. Və Acar Baltaş, Üstün Dökmənli, Doğan Cəloğlu, Allah rəhmət eləsin, onun kitablarını oxusanız, sizi həm motivasiya edir, həm də əsas özünüzü tanımağınıza şərait yarada bilər. Və burada görürəm, valideynlər də gəlib. Siz bir baxma da ki, şanslı tələbələrsiniz ki, hər valideyn icazə vermir. Karaya gedən xanımdan gördünüz, yəqin ha getdi, itirdim xanımı. Çünki mənim özümün də bir övladım var, 4 yaşımdan divanın üstünə çıxır, oradan tullanır üstümə. Amma bunu heç kim eləmir, o bilir ki, mənə güvənə bilər. Çünki güvən sözü biz hamıya bankda falan deyirik, kredit, amma kredit sözünün çıxış nöqtəsi haradır? Credibility. Güvənilirlik. Əslində sənə bank deyir ki, mən sənə 3 minlik, 5 minlik güvənirəm. Biz çox da onu fərq eləmirik. İndi bu valideynlər də elədir. Bir gün də valideyninizə zəng gelib desəniz ki, mənə bir 2000 pul, bir 37 dənə sual verəcək ki, bu 2000 pulu niyə verim mən sənə? Amma siz ona deyəndə ki, telefonlarınıza baxıram, maşallah, iPhone-un axırıncı versiyalarındandır və 2000-2500 məbləğindədir bu da. Və onlar sizə heç bir sual vermədən onu aldılar. Çünki sizin bir təcrübəniz var, experience var ki, siz köhnə Samsungunuzu qırmamışsınız. Və bu günlərdə eyni şəraiti sizə yaradırlar ki, neyləyin, xaricdə oxuyun və bununla bağlı valideynlər öz övladlarının özlərindən daha üstün olmalarını istəyən bəlkə yeganə şəxsdir. Nə qədər dostlarımız olsa da, tanışlarımız olsa da, qohumlarımız olsa da, amma valideyn istəyir ki, onun oğlu, qızı ondan daha üstün olsun. Bunu heç vaxt yadınızdan çıxartmayın. Bəzən biz onların belə deyək, generationu çox da bəyənməyə bilərik, özümüzü ağıllı bilərik, amma yaş keçdikcə başa düşəcəksiniz. Amma onda da deyir, poez uşu olmasın, indən
Bu arada qohumlarım mən çox sağ olsunlar, çox köstək olublar. Bəlkə də bu mən bakalavra girəndə sürüşdürüb girsəydim daha çox bal yığardım. Elə bir şey olmuş. Çünki balım çox az idi. Çünki hara getdiyimi bilmirdim. Mən elə bir yerdə qalırdıq ki, Nərmanovun Çelmet deyilən bir ərazi var idi. Əsas məsələ universitetə girmək, yox. Məhəllədə ən önəmli adamsan sən daha. Hamı gəlir. Amma universitetə girəndən sonra biz köçdük başqa bir yerə. Orada küçənin adı belə Milyonçular məhəlləsi idi. Bilməm atam onu necə elədi, amma köçdük ora və orada gördüm ki, insanlar İtaliyada oxuyur, insanlar Almaniyada oxuyur və yaxud da İsveçdə oxuyanlar var. Gələndə biri tətilə gələndə biri Porsche-la belə gedir, biri Galiklə belə gəlir. Yəni insan davran, o deyir geography is your destiny. Coğrafya kaderindir. Orada onu mən biraz daha yaxşı başa düşdüm ki, burada nəysə öyrənmək olar, elə budur. Mən deyim, gəlin rus dili öyrənim. Rus dili öyrəndim, gördüm bu oldu, İngilis dili oldu. Sonra yavaş-yavaş bu xaricdə təhsillə falan maraqlandım və bu arada qohumlar sağ olsunlar. Mən gedəndə dedilər, yox, səndə alınmayacaq. Bunun zaten balı bəlli, özü bəlli. Getməsin. Bizim o filankəsin oğlu var idi. O da getdi. Nəysə, imtihana gedəndə mənə deyirlər, bu imtihanı verə bilmir. Birinci imtihanı verdim, onda IELTS var, bir də ALES var, magistr imtihanı. ALES-i verdim, xüsusi istedadlar qrup var idi İqtisad Universitetində. Onların daha çox bal yığmışdım mən. Çünki hara getdiyimi bilirdim, özüm qərar vermişdim. Amma birinci dəfə hətta mənə kodlaşdırmanı, onda pəncərə qırığı idi, yadıma gəlir. Atam orada demiş ki, filan ixtisası yaz. Oradan o şeydə kodlaşdırma zamanı sinifdə indiki kimi deyildi, siniflərdən doldururduq. Və getdim ora gəldim, mənə dedilər ki, yox, əsas o deyil. Bu ALES balı deyil, əsas ikinci imtahandır. Getdim ikinci imtahan verməyə. İkinci imtahanı verdim və gəldim, yox, dedilər bu da önəmli deyil. Qohum əqrabı oradan deyil, yox, bu olmayacaq, bunu pulunuzu yalandan verməyin. Əsas oxumaqdır, bizim filankəsin oğlu oxuyub qutara bilmir. Hələ 10 ildə oradadır. Qızla da evləndirdilər orada da qaldı hələ. Getdi, elə oldu ki, qutardım, gəldim. Oradan qutardım, elə bilsən belədir. Əsas məsələ iş tapmaqdır. İş tapmaq getdim, bir-iki yer var idi, ora başvurdum, götürmədilər və başqa bir yerdə Turizm Universiteti idi, İsrail İskəndərov. Məndən soruşdu, haranı oxumusan, dedim, Hacettepe Universiteti. Qoluma girdi, dərsi verdi. Sonra dedilər ki, səni alladıblar, nə bilim. Sonra vaxt yetişdi, gördüm ki, həqiqətən müəllim oldu. Çox az bir maaşım da var idi, bir 100 manat. Dedilər, mən bilmədim də elə bir şey olacaq. Sonra illik 1000 manat imiş. Mən ayda 1000 manat başa düşmüşdüm. İllik 1000 manat imiş. Haradasa qohumlar orada doğru demişdilər. Bir il orada işləyəndən sonra tam ştat müəllim kimi keçdim və yenə də gördüm ki, bəs bununla müəllimliklə bala saxlamaq olmaz. Və özümə bir şirkət açdım, çünki Turizm Universitetində idim. Özüm biznes menecment dərs keçirəm, amma dedim bir şirkət açım. Şirkət açdım, qohumlar yenə gəldi, səni tutacaqlar. Vergi gəlir, o gəlir, bu gəlir, səni o qoymayacaq. Yəni, onda da vergilər sadələşdi, hətta turizm agentliyi orada yeni yaranırdı, sertifikatlar almaq çox asanlaşdı. Hələ də çörəyini yeyirəm, bu gün də o turizm şirkətim işləyir və o da mənə bir dəstək oldu və ondan sonra İqtisad Universiteti, indi işlədiyim İqtisad Universitetinə başvuranda turizmi getməyin, qoymayın onu oradan çıxsınlar, halbuki oraya getməyə də imkan vermirdilər. Elə oldu ki, işdən çıxdım, mənə dedilər, sən qaldın işsiz, səni aldatdılar. Çünki işdə də elədir ki, müəllim olanda sentyabr ayının 15-i müqabilən bağlayır. Amma mən də çıxmışam iyun ayından işçiyiz, sentyabr, allatdılar, deyirlər. Hamı bir depressiya girsən, sağ olsun. Ayın 15-ci zəng elədilər, getdik Ədalət Muradovla da görüşdük və indi də oranın Türk Dünyası İqtisad Fakültəsinin baş müəllim olaraq çalışıram. Və bir baxıma bu məsələnin başqa bir tərəfində sizə danışım ki, biz biraz da bəzi məsələlərə yanlış baxırıq. Əsasən də bu xaricdə oxumaq məsələsinə. Statistikçi Mr. Abraham 2-ci Dünya müharibəsində təyyarələri tədqiq edirdi və bu təyyarələr ondan qabaq təyyarələrin nəyə görə qəzaya uğradıqlarına baxanda və görüblər ki, qayıdan təyyarələrin fikir ver, gövdə hissəsi və qanad hissəsində vuruqlar var və
Bundan qabaq tədqiqatlar bunun üzərində baxılıb, amma Abraham Wald gəldi dedi ki, biz niyə buna baxırıq? Biz tam tərsinə baxmalıyıq ki, gəlməyən təyyarələrin harası vurulub. Biz bu günlərdə xaricdə oxuyan tələbələr gəlirlər və yaxud da gəlməyən onlara baxırıq, amma bəzi şeyləri unuduruq. Biz elə gedirik, fikirləşirik ki, gedəcəyik orada, skorumuz 4 olacaq, 5 olacaq, maksimum olacaq. Amma elə bir düşüncə ilə getməyin. Yenə deyirəm, bəlkə bir müəllim olaraq mən sizə bunu deməməliyəm. Bütün gün oxumaq, yəni bu oxuyun, amma there without theory practice is not possible. Yəni teoriyasız praktika, praktikasız teoriya bu uyğun gəlmir bir-birinə heç bir şəkildə. Maksimum orada network'ünüzü yaxşılaşdırın. Hansı ölkədə olursunuz olun. Yəni bunun, çünki mən dedim, mənim doktorluq müdafiəm mədəniyyətin menecmenti olan təsiridir. Koreya mədəniyyətini də bilirəm, Amerika mədəniyyətini də bilirəm, Türkiyə mədəniyyətini də bilirəm, Çin mədəniyyəti, hamısının üzərində tədqiqatlar oxumuşam. Amma hamısının diqqət elədiyi bir şey var ki, düzdür, öz kültürləri var, network. Bu arada sizin o Koreyalılara məsləhət edin, bəlkə də onlar işsiz qalıblar, o isyan eləmək. Çünki Koreyalılarda elə bir şey yoxdur ki, onlar müəllimə sual versinlər. Onların hər dəyərin, hər ölkənin öz mədəni konteksti var. Bunu bilməlisiniz. Sonra xoşbəxtliklə bağlı sizə nə deyim, bəlkə də oxumusunuz bu kitabı, Kimyagər əsərini. Orada çox gözəl bir hissə var ki, bir gənc xoşbəxtlik axtarır. Və xoşbəxtlik axtarışında gedir bir qocanın yanına çıxır, deyir, mən necə xoşbəxt ola bilərəm? Və o da ona bir zeytun yağının, qaşının üstünə zeytun yağı tökür ki, sən bunu ağzında saxla, get həyəti gəz və gəl 2 saatdan sonra mən sənə deyəcəm xoşbəxtlik necə olur. Və oğlan onun dediyini deyir, gedir, gəlir, deyir, zeytun yağı deyir burada, deyir, həyətdəki ağaçları gördünmü, deyir, yox, gülləri gördünmü, deyir, yox, xalçaları gördünmü, deyir, yox. Deyir, get yenidən, amma zeytun da tökmək. Gedir yenə də o güllərə, balıqlara, həyətə baxır, gəlir, amma bu səfər də zeytun yağını görürlər, tökür. Xoşbəxtlik bir baxma da budur. Çünki xoşbəxtlik sözünün ingiliscə mənası nədir? Happy. Amma happy sözü bir isimdir. Bunun feili var, happen, feil. İsimlə xoşbəxt olmaq olmur. Feillə xoşbəxt. Nə isə eləməlisiniz. Ondan sonra xoşbəxt ola bilərsiniz. Sadəcə qıraqdan xoşbəxtlik sizi çox da irəliyə aparmayacaq. Ağsaqqal məsləhəti, bu bizim qohum deyil, sadəcə bir kənd ağsaqqalı tapmışam. Mənim atam da, biz bir tərəfim Qərbi Azərbaycan, bir tərəfim Tovuzun əsrik dərəsi deyirlər, o tərəfdənik. Və atam Sovet dönəmi 70-ci illərdə Tibb Universitetinə girib və onda indi də sizlərə gələndə görəcəksiniz ki, bir özü hamıya demək istəyir, mən filan yerdə oxuyuram, bir özünüzü göstərmək istəyəcəksiniz. Papam da elə orada 2 sual verib ki, ay oğul, nə işlə məşğulsan? Bakıdan gedib o, nə işlə məşğulsan? Atam da qayıdıb, istədim özümü düzəldim, bir menüsdə oxuyuram, heç mən maraqlı deyilsən, harada oxuyursan? Yəni gördüm, əsas məsələ nədir? Əsas məsələ yaxşı sədanız gəlsin. Ən önəmli bu, illərin necə tez keçdiyini görəcəksiniz. Və bu günləri 22 yaşındaydım mən oraya gedəndə, bu günlər artıq 35 yaşım var. Və o illərin dəyərini bilməlisiniz və addımlarınızı da ona görə atmalısınız. Burada şəkillərin bəziləri yoxdur. Bu şəkildə. Necə etdilər? Çalışın, bayaqları dəyərli rektorumuz da dedi ki, Azərbaycan mədəniyyətini göstərin. Amma Azərbaycan mədəniyyətini sadəcə, yenə deyim, isim üzərindən göstərməyin, feil üzərindən göstərin. Ankarada olanda bir şirniyyat dükanı var idi. Orada paxlavaya başqa bir ad qoymuşdular. Bizimkilər də coşmuşdular, gedək oranı daşlayaq, biri deyir, yandıraq, belə-belə. Amma sonradan biri gəldi və bir qərar verildi ki, hər həftə ora gedib deyirlər ki, bu Azərbaycan paxlavası neçəyədir? Azərbaycan paxlavası. 2 aydan sonra o Azərbaycan paxlavası artıq adını dəyişdilər, qoydular Azərbaycan paxlavası. Yəni, bəzi məsələlər o radikal güclə olmur, daha yumşaq güclə eləmək daha asan olur. Bunu Aleksandr Dumanın Qafqaz əsəri var, bilməm, oxumusunuz, oxumamısınızmı? Orada düzdür, Azərbaycanlıların kebab çəkməyindən də danışırlar. Kebabı çox bəsit bir şəkil, əti doğradın, duzu vurdun. Bu arada Fransada sonra gedib yaxşı pul qazanıb, kitabdan daha yaxşı kebabçılıqla restoran falan açıb, orada onunla tutuzdurub.
Orada bir yer var. Azərbaycanlılar və digər ölkələri müqayisə edir və deyir, Azərbaycanlıların sözü sənətdir. Kəlmələr Azərbaycanla sənədə ehtiyac yoxdur. Bizə bu günləri bunu yenidən özümüzə qaytarmalıyıq ki, bu gün Alman deyəndə nə başa düşürük? Alman saat, dəqiqlik və yaxud da Yaponiya deyəndə texnologiya, Çin də indi yenidən gəlir. Bir Azərbaycanlıya da eyni bir şeyi deməliyik. O Azərbaycanlıları davranışlarınla bilməlidirlər ki, çünki bura yenidən biz investisiya, mən biznes müəllimiyəm. Hər zaman pul haqqında biz danışırıq, amma bu düşüncələr beynimizdən çıxardın. Pul əl çirkidir, bu homo sovietikus düşüncəsində bir baxımdan. Sovetdən kinolarda falan pul, buna önəm verin. Pul qazanmaq, birinə pul qazanmaqdan getmir onun söhbət. Birinə aş yeri, birinə iş yeri vermək, bunu düşünün. Bunu eləməliyik biz. Və bunu eləmək üçün də ən önəmli məsələlərdən birisi nədir? Güvən. Güvəni nə etmək lazımdır? Orada yaşadığımız ölkənin dini dəyərlərini və yaxud da ədəbiyyatını, tarixini. Mən o turizm dövründə burada Almanları gəzdirirdim və onlara mən Max Weber'dən danışırdım. Protestant Ethics and Capitalism. Mənə qəribə baxırdılar. Ən çox da çay boyu mən alırdım burada ondan. Çünki onların mədəniyyətindən danışdıqlarım üçün. Getdiyiniz ölkələrdə bunu eləsəniz, çünki fərqi yoxdur, qayıdıb gəlirsiniz, gəlmirsiniz. Onun çox da önəmi yoxdur. Əlaqələriniz güclənəcək. Və yaxud da mənim oradakı qrup yoldaşlarım var idi. Çox təəssüf, heç birinə əlaqə saxlamadım. Oturuq belə, Organization Behavior dərsi var idi. Hamı dedi, nə işlə? Mən sadəcə universiteti qutarıb gelib dərs deyirdim. Orada deyir, kəndimizə aid 20 milyon dolarlıq bir şirketimiz var. O bir 50 milyonluq dolar şirketimiz, hastanemiz var. Bir əlaqə saxla, bir şeylə. Bəlkə tipçisənsə, bəlkə gəlib burada investisiya edib xəstəxana açacaqlar. Texnoloqsansa bir zavod, fabrika açacaqlar. Bir əlaqə, yaltaqlanmaq deyil bu. Özümüzü göstərməkdir. Biz bəzən bunu da deyirik, hava şarları necə olur? O yükləri atırlar, elə qalxır. Bəzən biraz özümüzü boş buraxmalıyıq, əlaqələrə gücləndirməliyik. Dediyimiz kimi, sonra nə qaldı burada? Ən önəmli məsələlərdən birisi, Qabili yəqin ki, tanıyan varmı? Yoxsa gənclər artıq şeir oxumurmu? Hara gedəcəyinizi doğru seçin. Çünki ən önəmli məsələlərdən birisi də sizin psixologiyanıza uyğun olan yerdir. Yəni, mış gibi yapmayın. Mış gibi nədir? Yəni, gedirmiş kimi, biz bəzən edirik, evlənirmiş kimi, oxuyurmuş kimi, idman edilmiş kimi, mış da mış. Yəni, elə eləməyin. Hər şeyi doğrudan öz enerjinizdən yapın, deyir. Deyir, duman dağı dolanar, qiyamət olar. Duman yola sallanar, müsibət olar. Müsibət oluruq biz, səhv düşəndə yerimiz. Ümman gəmisi çayda oturar üzməz. Çay gəmisi dağ boyda dalğaya dözməz. Dözümsüz oluruq biz, səhv düşəndə yerimiz. Özünüzə yaxşı baxın. Sağ olun.